Bəli, Parisin Əlillər evində Ukraynanın müttəfiqlərini birləşdirən Könüllülər Koalisiyasının növbəti iclası başlayır. Fransa prezidenti Emmanuel Macronun rəhbərlik etdiyi iclasda 25-dən çox dövlət və hökumət başçısı, o cümlədən Ukrayna prezidenti Volodimir Zelenski və Almaniya kansleri Friedrich Merz iştirak edir. Bu toplantıda koalisiyaya iki yeni üzv Moldova və Şimali Makedoniyada qoşulur və bununla da bu formatda təmsil olunan ölkələrin sayı 37-yə çatır. Yelisey Sarayının rəsmi nümayəndəsinin bildirdiyinə görə iclasın məqsədi Ukraynaya hərbi dəstəyin davamlı olduğunu nümayiş etdirməkdir. Gündəlikdəki əsas mövzulara gəlincə isə bunlar hava hücumundan müdafiə sahəsində əməkdaşlıq, Ukraynada Patriot raketlərinin lisenziyalı istehsalı və 2026-cı il üçün Kiyevə nəzərdə tutulan 70 milyard avroluq hərbi yardım paketi. Həmçinin mümkün atəşkəs rejiminin monitorinqi üçün çoxmillətli qüvvələrin yerləşdirilməsi planı da nəzərdən keçirilir. Və müzakirələrdən sonra iyulun 14-də Parisdə ənənəvi hərbi parad keçiriləcək. Yelisey çöllərində təşkil olunacaq yürüşdə koalisiya ölkələrini təmsil edən 503 hərbi qulluqçu ön sıralarda addımlayacaq. Ümumilikdə paradda 6800 hərbiçinin, həmçinin zirehli texnika və aviasiyanın iştirakı təsdiqlənib. Almaniya kansleri Friedrich Merz isə paradda fəxri qonaq qismində qatılacaq və bunun Fransa-Almaniya əlaqələrinin göstəricisi olduğu bildirilir. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.